vaxt var idi. Mən ağır duruma düşəndə məktəbdə, mənim babam da dıvaçatının qurğunda papağını açıb dilənib mənə xərclik pulu vermişdi hərbi məktəbdə oxuyanda. Mən çox ağır həyat tərzi keçmişəm. Yenə deyirəm, anam nəinki balaca vaxt olanda, hətta mən Azərbaycandan gələndə də o bazarda hər mağazində produktları qoyurlar belə yeşiyə. Bir böyrü xarab olanlar da, onu da gəlir zibil yığan aparır, hamısını atır zibilə. Həmən mənim anam, bax, mən zabit ola, zabitlikdən çıxa, o ərzaqdan yeyirdim. Bax, 5 il bundan, 7 il bundan qabağa qədər. Nəinki balaca vaxt, hətta 7 il bundan qabağa qədər. Azərbaycan olsun kapitan, Azərbaycan olsun nə, Fövqəladə Hallar Nazirinin filan zabiti. Körpəliyimi də hamınız bilirsiniz, nə ağır həyat tərzi keçmişəm. Yəni, bir növ mənim anam o zibillikdən görür ki, qadınlar o bravo zadın zibilliyinə. Mənim anam da elə zibillikdən gətirib məni böyüdüb. Nəinki böyüdüb? Hətta mənim uşağımı da böyüdüb. Hətta mənə də gətirib yemişəm. O qədər ağır həyat tərzi keçirmişəm. Mən sizin içinizdən çıxan adamam. Aya, nadir tapıntıyam, ay kişi. Aya, nadir tapıntıyam, qədirimi bilin, aya. Gəlim sizi bu bəladan qutarmaq ki, bu Əliyevlərdən, gəlim gözəl bir ölkə qurmaq ki. Dəyərli həmvətənlər, dəyərli soydaşlar, yenə deyirəm, hərbi məktəbdə oxuyuram, ağır günlərim olur, demirəm babama. Molla adam, ağır adam, çox da şəxsiyyətli adam, əl açıq dilənmişdir. Mənim ama o bibim var, dallağını belə oynadan bibim, dallağını. O yerazlarla qayrışa çöplənirdiler. Çünki dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, mənim Bakıya gələn qohumlarım götə dönübdür hamısı. Yaxşı adam görmədim. Dünənə kimi belə pis sıvazı atın poxunu təmizləyən eşşək balası bibim alçaq Bakıya gəlir elə bir ki, kraldır, kral. Ağrınızda Azərbaycandan gələndə getmişəm qalmağa, bir yer açdı mənə, yorğan açdı, yer açdı. İnan Allah'a it orada yatmaz. Mən belə pis çıxmasın, fəhlələr gəlirdi, o patinkalı zaddı yatırdılar da, usta fəhlə işlədirdi yaxı biz fermamızda. O patinkalı zadlı yatırdı, o gün orta bir bircə saat gözünün çimirini alırdı. Mən onun altını elə şey sərmirdim ki, inciyər məndən. Yəni, mənim Bakıya gələn, yəqin ki, çoxunuzun Bakıya gələn qohumlarınız çox belə nadir hallarda yaxşı olur da, belə deyək, nadir hallarda. Bizə yuxarıdan aşağı baxırlar. Başının bitini Bakıya qədər çəkib gətirməmişdinmi? Acıyır. Bitinizi, sirkənizi Bakıya qədər gətirməmişdiniz. Nə oldu indi bəyənmirsiniz? Yəni, mən bilərimdir, elə hamısında əri yerazdır, yeraz. Harada eşkək yerazlar var, yaxşıları, hara kimə qismət oldu bilmirəm. Yaxşı yerazlar. Harada eşkəklər var, mənim bibilərimə qismət olub. 6-7 qız olub. Elə kim gəldi bərdən ona verir. Kim gəldi, bir bunu arı qay, baba bunu öç, piç, bunun pulu var mı, acdı mı, cicdi mi? Bu harada yeraz gəldi verdi. Göyçəlidir ver qızı, basar keçər ver. Nə bilim, nə olar bir oradan olandan, o ya orada qışlaq eləyibsən, nə bilim, yaşayıbsan, oralısan, bəsdir də etmə də. Bir öç, piç, dərələyazdandı mı, hardandı, bəylər Əyyubov necə olmasa çəkçilərinə verər, nədir o, vəngdir, məngdir, nədir, ora verərdin də qızların birini heç olmasa. Mən də içini bilə-bilə söyərdim də bunları. Neyse. Dəyərli vətənlərim, indi baxın ha, qardaş, dilənçilik deyirsiniz, dilənçilik pulu yemişəm. Qardaş, zibillik deyirsiniz, 7 il bundan qabağa kimi Azərbaycan ordusunun zabiti olaraq, o anam o bazardan zibillik gətirib, yemişəm, hələ balama da yetişdirmişəm.
ən ağır həyat tərzi keçirən adam olmuşam. Ən ağır. Bugün Azərbaycanın ən çox sevdiyi, ən çox dəstəklədiyi, hökumət başına gətirmək istədiyi mən Qabil Türkoğluyam.